Turşu xoşlayırsınız? Gəlin alça turşusu hazırlayaq. Nə lazımdır? Əlbəttə ki, bir boş banka. Bankanın içərisinə yığacağam. Bu il alça boldur. Sarımsağı təmizləyib 2 diş bölürük 2 yerə və ya bütöv olaraq atırıq. Bankanın içərisinə nanə, biberiyə əlavə eləyib alçaları yerləşdirirəm. Deşmirəm alçaları bütöv. Arasına da yenə nanə, şüyüd toxumu, acı qırmızı istiyor. 1-2 dilim kəsin qoyun. Görün nə ləzzət verəcək sizə. Amma alçanı alanda iri alça alına. Onda xırçıltısı da bol olacaq. Bankanın ağzına qədər doldururuq. Ara sıra nanə və sarımsaq əlavə eləyə bilərsiniz. Bu alçaların xətrinə mənə də bir dənə like ata bilərsiniz. Və gördüyünüz kimi artıq bankam dolmaq üzrədir. Bunun içərisinə şəkər tozu, duz, sirkə əlavə edirik. İndi əlavə eləyəcəyim şüydün toxumudur. Burada hesablamıram ki, nə qədər su gedəcək, nə qədər şirə və ya duz əlavə eləyəcəyik. 1 litrlik bankadırsa, 1 dolu qaşıq, hətta 1 yarım qaşıq duz əlavə eləyə bilərsiniz. 1 çay qaşığı şəkər tozu əlavə eləyə bilərsiniz və axırda sirkə əlavə eləyirik. Sirkəmiz istədiyiniz sirkə ola bilər. Üzüm, alma, düz sirkəsi 2 xörək qaşığı və ya xırçıltılı olmağı üçün esensiya əlavə eləyin. O da yarım çay qaşığı olsa kifayət. Üzərinə suyu əlavə eləyirik. Burada da istəyirsiniz soyuq su əlavə eləyin. Sərin yerdə saxlayarsınız bankanızı. İstərsəz isti su əlavə eləyin. Ağzını kip bağlayıb istədiyiniz qədər saxlaya bilərsiniz.